Dostlar, çox fərqli və inanılmaz nadir bir meyvə tapmışam. Deməli, adı Montong Duriandır. Montong Durian. Taylanddan gəlir. Meyvə belə bir şeydir. Bunun şəklini tapa bilsəm, yekəsini də qoyacağım bura. Bu meyvə həddindən artıq bahalıdır. Çox pis qoxur. Dəhşət pis qoxusu vardır. Sarımsaq qoxur. Amma deyilənə görə bu meyvənin dadı şirindir. Elə deyirlər. Yəni, indi açıram bu saat, burnumun tüşlər demişkən dirəyi qopdu. Çox pis qoxur. Yəni, pis qoxmaq var, pis qoxmaq var. Bu dəhşət pis qoxur da, belə deyim sizə. Amma indi dadına baxacaq, nə pis qoxur, ala. Zarafat deyil, ayda. Belə bir şeydir. Ayda, yaxşı. İndi yeyək görək bunun dadı necədir. Deyilənə görə şirin olur. Həqiqətən də şirin imiş dadı. Qoxusu çox pisdir. Dəhşət pisdir də. Yəni, anlatılmaz pisdir. Amma dadı qəşəngmiş. İçində də belə bir dənəsi var. Okey. Maraqlı. Yəni, önyargılı. Bunu da qoyuram, birazdan yiyəcəm. Önyargılı davranmamaq gərəkirmiş. Bu çox qəşəng dadı var imiş. Çox pis qoxusu var, çox da qəşəng dadı var. Qiymətini deyim sizə. Bu boyda meyvə üçün ödədim 30 avro. Azərbaycan puluna 60 manat. Amma meyvənin özü çox belə böyük olurdu. İndi bunu bölüb belə satırlar. Amma dəyər məncə. Həyatda bir dəfə yeməyə dəyər. Bağlamadan deyim ki, deyilənə görə ürəyə çox xeyirdir. Əhval-ruhiyyə üçün çox xeyirlidir. Yəni, qəşəng bir şeydir.